Ləqəbi Çevik, adı Məqsəd adlı bir ünsür deyək buna, nə deyək bilmirəm. Bu şəxs bütün günü canlı yayında hər kəs görür, bir çoxları görür ki, Allah yoxdur adlandırır, İslam'a inananları təhqir edir, tənqid edir və bütün müsəlmanları bir qoyun toplusu adlandırır. Bir şey xatırlatmaq istəyirəm ki, İlham Əliyev, sən hara baxırsan? Əgər Çevikin dediyi sözlə razısansa, deməli sən də bu qoyun toplusuna daxilsən. Çünki sən özün də dəfələrlə biz görmüşük ki, öz paylaşımlarından həcc ziyarətinə getmisən, məsciddə namaz qılmısan, Şuşa məscidinə gedib namaz qılmısan. Yəni bunu dəfələrlə görmüşük. Sonra da ki 2003-cü ildə əlimi Qurani Kərimə qoyub Qurani Şərifə basaraq and içirəm. Azərbaycan xalqının əsrlər boyu yaratdığı milli mənəvi dəyərlərə və ənənələrə sadiq qalacağam. Onları daim uca tutacağım. Videoya diqqətlə baxdınızsa, görürsünüz ki, orada İlham Əliyev Qurani Şərif deyir. Qurani Kərim deyə bilmir. İlham Əliyev, məscidlərdə gedib namaz qılmısan, ne? Qoyunların siyasında gedirsən sən də. Bax, gör Çevikə nə edirsən? Sənə bir kəlmə söz deyə bilmirik ki, biz Azərbaycanda. Çevik 50 min dənə söz deyib sənə ücə. Sən də bunları qəbullanmısan. Nəcəb ona qarşı bir tədbir görmürsən? Qoyun deyir sənə. Qoyunsan.